Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Made in Azərbaycan Biznes İdeya layihəsində müxtəlif universitetlərin tələbələri öz biznes layihələrini təqdim ediblər. Müsabiqədə 9 universitetin 65 tələbəsinin təqdim etdiyi 59 biznes ideyası içindən 7 finalçı fərqlənib və maraqla qarşılanıb. EcoRise innovativ bir kompüter oyunudur və gənclərin, yeniyetmələrin diqqətini ekoloji problemlərə cəlb etməyə xidmət edəcək. Mənim layihəm Taqvish.com adlanır. Taqvish.com sosial şəbəkə saytıdır. Hansı ki, orada istifadəçilərin arzuları paylaşılır. İstifadəçi öz arzularını əlavə edir və dostlarını abunə olaraq onların arzuları ilə də tanış ola bilir. Layihə əsas olaraq o problemi həll edir ki, artıq kiməsə hədiyyə almaq istədikdə, kimsə dostumuzun profilinə daxil olaraq onun istədiyi hər hansı bir arzunu gerçəkləşdirərək ona bunu hədiyyə edə bilərik. Təqdim etdiyim layihə Xarı Bülbül brendi altında Azərbaycan təbii və milli məhsullarını xaricdə tanıtmaqdır. Bu brend bir fəaliyyət idi. Ümumi olaraq çay biznesi, təbii çaylar və Azərbaycan bütün təbii və milli məhsullarını Azərbaycanın təbiiliyini qorunayaraq, milli interyeri də bura daxil edərək xaricdə belə bir brend firma şəbəkəsi açmaq və onu tanıtmaq kimi bir layihə idi. Made in Azərbaycan Biznes İdeya layihəsinin keçirilməsində məqsəd qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə yanaşı Azərbaycan brendini dünyada tanıtmaq və bu sahədə istedadlı gəncləri üzə çıxarmaqdır. Düşünürəm ki, hər bir brend ən azından qısa bir vaxt ərzində regionda öz yerini tapacaq və Azərbaycanın iqtisadiyyatının gələcəkdə də davamlı inkişaf etməsində öz töhfəsini verəcək. Biz bu layihəni reallaşdırarkən təkcə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrini yox, Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbələrini dəvət etdik. Nəticələr də onu göstərdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə yanaşı digər ali təhsil müəssisələrinin tələbələri də bu müsabiqəyə fəal qoşuldular. Biznes ideyaları 5 meyar üzrə qiymətləndirilib. Sonda 3 qalib seçilərək sertifikat və mükafatlarla təltif ediliblər. Elmira Manaflı, Turab Məmmədov, Lider TV.